Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün 4-cü sinif şagirdləri üçün monitorinqə dəstək məqsədi ilə yeni proqram əsasında hazırlanmış sualların izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Bundan əlavə olaraq dekabr ayının 21-də bizim monitorinq sınağımız olacaq. 4-cü sinif şagirdləri üçün 60 sual, 2 mətn və 15 Azərbaycan dili, 15 Azərbaycan dili hər bir mətni oxuyub anlama və əlavə olaraq dil qaydalarına da üstünlük verilib. 30 isə riyaziyyat proqramı üzrə hazırlanmışdır. 3-cü sinif şagirdləri üçün 40 sual, bir mətn, digərləri dil qaydalarına əsaslanır və 20 riyaziyyat. Əlaqə üçün 055 236 81 40 nömrəsinə yazaraq sınavda iştirak edə bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir. Birinci ədəd 90.236. İkinci toplanan isə ikinci toplanan 274.864. Cəmi tapın. Deməli 90.236. 90.236-nın üzərinə nə gələcək? 274.000. 274.864. 864. Toplasaq 0, burada 0 olacaq. 1 yadda. Deməli 1, 5, 36. 365.100. Doğru cavabımız olacaq C variantında. Keçək ikinci sualımıza. 2, 9, 5, 6 rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazıla bilən ən böyük ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Rəqəmlərimizdən istifadə edək. 9, 6, 5, 2. Deyir ki, minliklərə qədər təklik, onluq, yüzlük, minlik. 9-dan sonra 6 gəldiyinə görə artım verəcək olacaq 10 və növbəti rəqəmlər sıfırlanacaq. 1, 2, 3 dənə də 0 yazacaq. Oldu 10.000. Doğru cavabımız olacaq C variantında. Keçək növbəti suala. Və burada bizdən nə tələb edir? 72.408 ədədi haqqında deyilənlərdən hansı səhvdir? Minliklər sinifində 72 var. Yəni təklik, minlik. Təkliklər sinifində 408 var. Bu doğrudur. Ədədin rəqəmləri cəmi 21-dir. Yəni 7 üzərinə 2 üzərinə 4, 0, 0 üzərinə 8 bizə verir 21. Doğrudur. Və 0 rəqəminin mərtəbə qiyməti 100-dür. Ümumiyyətlə 0 rəqəminin mərtəbə qiyməti 0-a bərabərdir. Və yanlış cavab elə burada D variantında qeyd olunub. Növbəti bir sual. 4 nömrəli sual. Deyir ki, Aysel qiyməti 5600 manat olan telefon aldı. O bu pulu 5 ay ərzində ödəməlidir. İlk 4 ay ərzində hər ay 1075 manat ödəyib, Aysel sonuncu aya nə qədər ödəməlidir? Bundan hələ ki 5 ay ödəniş eləməlidir. Amma ilk 4 ayında 1075 manatla ödəniş edib. Bərabərdir. Deməli 4-ü 1075-ə vursaq 4300 manat eləyir. Telefonun qiyməti 5600 manatdır. Və 4300 manatı buradan çıxsaq 1300 manat növbəti ay üçün ödəniş eləməlidir. Doğru cavab olacaq B variantında. Keçək növbəti suala. 5 nömrəli sual. Deyir ki, hansı müqayisə yanlışdır? Yanlışı istəyir bizdən. 5670-ə bölüb, deyir kiçikdir bu.
900 böl 9-dan. 909 deməli 100-ə bölsək, 909-a bölsək olacaq 100. Amma 5600-ü 70-ə bölsək 80 olacaq. Deməli, bu ifadə doğrudur. A variantı doğrudur. Niyə? 80 100-dən kiçikdir. Keçək ikinci B variantına. 4800-dən 3200-ü çıxsaq, qalacaq 1600. 1600-də 8-ə bölsək 200 qalacaq. Və 200 ilə 200 bərabərdir. Bu da doğrudur, bu da doğruydu. C variantına baxaq. C variantında 1200-ü bölərik, 7200-ü bölərik 12-yə, 600 edəcək. 500-də 5-ə bölsə 100 eləyəcək. Əlbəttə ki, 600 100-dən böyükdür. Bu da doğrudur. Sonra 3600-ü bölərik 6-ya, bu olacaq 600. Kiçikdir, 800-ü 4-ə bölsə 200 olacaq. Yəni 600 200-dən kiçik bir ədəd deyil də, böyük ədəddir. Doğru cavab D variantıdır. Yəni yanlış verilmiş variant D-dir. Növbəti bir sual. 748 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırsa, yüzlüklərə və onluqlara qədər yuvarlaqlaşdırın, alınan ədədlərin fərqini tapın. İlk olaraq onluğa qədər yuvarlaqlaşdıraq. 748. 4-dən sonra 8 gəldiyi üçün artım verir 5 olur. 75. Bura olur 0. 750. 748-də də yüzlüklərə qədər yuvarlaqlaşdırsaq 7-dən sonra 4 gəlir və artım vermədiyinə görə 700 olur. Bizə də nə lazımdır? 750-dən 700-ü çıxmaq. Doğru cavab olacaq 50. Cavab D variantında qeyd olunub. Növbəti bir sual. Deyir, aşağıdakı ölkələrin sahələri verilmişdir. Verilənlərə əsasən hansı müqayisə doğru deyil? Doğru olmayanı istəyir bizdən. Türkiyə ərazisi verib bizə 783.562 kilometr kvadrat. Almaniya 357.386 kilometr kvadrat. Latviya 64.589 kilometr kvadrat. Litva 65.300 kilometr kvadrat. Deyir, Türkiyə Almaniyadan çoxdur, böyükdür. Əlbəttə, Türkiyənin ərazisi Almaniyadan böyükdür. Latviya kiçikdir Litviyadan. Latviya 64.000-dir, Litviya 65.000. Əlbəttə ki, bu da doğrudur. Almaniya kiçikdir Türkiyədən. Almaniya kiçikdir, bəli. Kiçikdir Türkiyədən. Latviya böyükdür Litviyadan. Amma Latviya kiçikdir. Burada yer dəyişimi olmalıdır. Latviya kiçik olmalıdır Litvadan. O zaman doğru cavab olur D variantı. Keçək növbəti bir suala. Belə bir sual yazıb. Rasim fikrində 3 rəqəmli ədəd tutmuşdur. Ədədin onluqlar mərtəbəsindəki rəqəm 5-dir. Ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300 alınar. Həmin ədədin rəqəmləri cəmi 12-dir. Rasimin fikrində tutduğu ədədin rəqəmlərin hasilini tapın. Gəlin baxaq. Deyək ki, 3 rəqəmli ədəd tutub A, B, C. Bərabərdir nəyə? Rəqəmləri cəmi 12-dir. Deyək ki, onluq mərtəbəsindəki rəqəm 5-dir. Əgər bura 5-dirsə, əziz şagirdlər, A-nın yerinə rəqəm biz 2 yaza bilərik. Niyə 2 yazırıq? Çünki biz bunu yuvarlaqlaşdırsaq 300 versin. 5 də hansı rəqəmdən sonra gəlirsə bir vahid artırır. Artırdığına görə 2-dən sonra 5 gəlir. Bir vahid artırır, eləyir 3. İndi bunun rəqəmləri cəmi 12-dirsə, 2 ilə 5-i toplasaq 7. Bizə bir dənə də 5 lazımdır ki, cəmi 12 versin. Deməli, Rasimin fikrində tutduğu ədəd 255 ədəddir. Bunun da rəqəmləri hasili 2 vurulsun 5, 10. Onu da 5-ə vursaq 50. Doğru cavab olacaq C variantı. Növbəti bir sual. Deməli, 9 nömrəli sualdır. Ən kiçik 5 rəqəmli tək ədəd ilə ən böyük 4 rəqəmli cüt ədədin cəmindən 4318 ədədini çıxsaq fərqi neçə alınır?
Ən kiçik 5 rəqəmli tək ədəd 10.001-dir. 10.001. Ən böyük 4 rəqəmli cüt ədəd 9998-dir. Və biz bunu toplasaq olacaq 19999. Və bu nəticədən, yəni 19999-dan 4318-i çıxırıq. Nəticə qalır 15681-ə. 15681. Doğru cavabımız olur B variantı. Keçək növbəti bir suala. 10 nömrəli sual. Bir çənin tutumu 4800 litrdir. Bu ikinci çənin tutumundan 1750 litr azdır. Yəni birinci çən tutur 4800, ikinci bundan 1750 litr azdır. Çənləri tam doldurmaq üçün cəmi neçə litr su lazımdır? Birinci çənimiz 4800-dür. İkinci çənimiz 4800-dən çıxıram 1750-ni. Nəticədə neçə qalacaq? Deməli 3050 litr. 3050 litr. Bu da bizə deməli ikinci çənin tutumunu verir. Hər ikisini toplamalıyıq. Hər ikisini toplasaq, yəni 4800-dən 3050-ni toplasaq olacaq 0, 5, 8, 7. Bizim çənlərin tutumu ikisi bir yerdə 7850 litrdir. Cəmi neçə litr su lazım olacaq? 7850 litr. Keçək növbəti bir suala. Deyir ki, monitorinqlərdə istifadə olunan sual tiplərindən də biri bunlardandır. Deyir ki, Türkmənçay müqaviləsi 1828-ci il, Xocalı faciəsi isə 1992-ci il. Neçə il əvvəl baş vermişdi? Yəni Türkmənçay müqaviləsi Xocalı faciəsindən neçə il əvvəl baş vermişdi? Biz Xocalı faciəsini bilirik 1992-dən. Çıxırıq 1828-i. Və 12-dən 8, 4, 8-dən 2, 6, 9-dan da 8, 1. 164 il əvvəl. Doğru cavab A variantında qeyd olunub. Növbəti bir sual. 13-cü sualdır. Deyir ki, doğru bərabərlik seçin. 7000 demək doğru bərabərlik istəyir bizdən. 7483, 700-lük, 4000-lik. Minlik ola bilməz burada. Ola bilər əslində. 4000-lik, 8 onluq, 3 təklik. Yəni 4000-lik olsa bu ədəd düzgün gəlməyəcək. Niyə? 100-lüyün sayı az verib. Yanlış cavab budur. İkinci, 5926, 5900-lük, 2 onluq, 6 təklik. Doğrudur bu. C variantına da baxaq. 6158. 600-lük, 1000-lik. Yanlışdır burada. 5 onluq, 8 təklik. Sonu doğru versə də ədədin əvvəlini düz verməyib. Sonra 4372. 4000 doğrudur. 30 yüzlük yox, 3 yüzlük olmalıydı. Yanlış. Doğru cavabımız oldu B variantı. Sonra keçirik 13 nömrəli suala. Deyir ki, ayı günün orta hesabla 3/2 hissəsini yatır. Ayı 6 günə neçə dəqiqə yatar? Bir günümüz 24 saatdır. Bunun 3/2'sini tapırıq. 24'ü bölürük 3'ə. 8, 8'i 2'ye vursaq 16. 16'nı vuracağıq saatı dəqiqəyə çevirməyə 60'a. 960 dəqiqə eləyir. 960 dəqiqə bir gündə yatır. Bəs 6 gündə nə qədər yatır? 6'ya vursaq 5760 dəqiqə yatacaq. Doğru cavab B variantı. Növbəti bir sual. Deyir ki, A kiçikdir 436 plus 789 müqayisəsində A-nın yerinə yazılacaq ən böyük ədədlə 160-ın cəmi neçədir? Birincisi
Bunu toplayaq. A kiçikdir nədən? Toplasaq cəmimiz eləyəcək 1225-dən. O zaman 1225-dən kiçik ilk ədədimizi götürməliyik. A bundan kiçik olmalıdır. 1224 götürərəm. Və bunun cəmi ilə 160-ı toplayacağam. Olacaq 1384. Doğru cavab olacaq B variantı. Növbəti bir sual. Deyir ki, kvadratın daxilinə çevrə çəkilib. Çevrənin radiusu 8 cm olarsa kvadratın perimetrini tapın. Demək, bir dənə kvadrat çəkirik, daxilinə çevrə çəkilir. Mərkəzi nöqtənin qeyd edilir. Bura qədər olan isə radius adlanır. 8. Buradan da bura qədər radiusdur. Bu da olmalıdır 8. Diametri tapmalıyıq. 8-i 2-yə vuracaq 16. Kvadratın tərəfi oldu 16. Kvadratın tərəfi 16 ise perimetri P bərabərdir 4A düsturu ilə tapılır. Sahəsi S bərabərdir A vurulsun A. Kvadrat deyərəm, əsas odur ki, şagirdlər, yəni tərəfləri vurulacaq tərəflərinə. Perimetri 4A düsturu ilə tapıldığına görə 4'ü vuracağım 16'ya. Bizə verəcək neçə? 64 cm. Doğru cavabımız E variantı. Suallarımız bu qədər. Növbəti suallarda görüşənə qədər video izahları şagird yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.